Salam əziz MİQA və sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə kurikulum üzrə qəbul tipli 20 dənə sualın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı, olduğunuz qruplarda paylaşmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər. Və onlayn kurikulum, onlayn müsahibə dəstəmizə qoşulmaq istəyənlər 055 468 89 24 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Keçək suallara, yəni burada elə tipli suallar hazırlamışam ki, bu suallar işləməklə qəbulda 20-yə 20 doğru yaza bilərsiniz. Çünki bütün proqramı tam əhatə eləyir. Başlayaq suallara. Vaxt itirməyək. Birinci sualda deyir ki, sinifdə davranış pozuntuları olan Aysel adlı şagird var. Müəllim demək olar ki, hər valideyn iclasında Ayselin çatışmazlıqlarını qabarıq şəkildə dilə gətirir. Müəllimin bu addımı etik olaraq hansı davranış qaydasına ziddir? Biz baxırıq ki, yəni burada bu cümlədə problem var, yoxsa problem yoxdur. Bu cümlə mənfi cümlədir, yoxsa müsbət cümlədir. Çünki artıq yeni situasiya tiplərində əsasən bu ziddir sözündən istifadə olunur. Çox adam da bunda çaşır. Çalışın, yəni ki, özünüzü çaşdırmayasınız. Nəyə görə? Əgər mənim situasiyam, baxın, bu oxuduğumuz situasiya mənfidirsə, variant, əgər şərtdə də ziddir deyirsə, variantda müsbət fikir axtarır. Amma həmən vəziyyətlə bağlı müsbət fikir. Antonimini axtarın bir növ. Yox, əgər yaxşı fikirdirsə, onun əksini mənfini axtarın. İndi biz baxdıq ki, burada deyil, sinifdə davranış pozuntuları olan Aysel adlı bir şagird var. Müəllim demək olar hər valideyn iclasına Ayselin çatışmazlıqlarını qabarıq şəkildə dilə gətirir. Görürsünüz, mənfi situasiyadır bu. Və ziddir dediyinə görə biz məhz bu situasiya ilə bağlı müsbət fikir axtarmalıyıq. Və biz buradan nə istəyir? Bizdən hansı etik davranış qaydasına aid olduğunu istəyir. Biz görürük ki, burada müəllim peşəkar yanaşmayıbdır. Yəni müəllim qərəzsizlik eləyir. Yəni peşəkar yanaşmır, qərəzli şəkildə yanaşır uşağa. Yəni ayrı seçkilik də var burada. Həmçinin peşəkar da yanaşmır. Peşəkarlıq fərdi məsuliyyət pozulub və qərəzsizlik pozulubdur. İndi biz variantlarda baxacağıq ki, peşəkarlıqla qərəzsizliklə bağlı müsbət fikir hansıdırsa onu götürək. Çünki ziddir deyir. Baxaq birinci suala. Deyir ki, müəllim tədris zamanı sadəcə dərsləri tədris etmir. Həmçinin mövzular əsasında bacarıqların formalaşdırılmasına da diqqət yetirir. Görürsünüz, müəllim pedaqoji prosesin tamlığını həyata keçirir. Müəllim peşəkar yanaşır. Müəllim çalışır ki, həm bilik ötürsün, həm də bacarıqları onlar da formalaşdırsın. Yəni müəllimin yanaşması peşəkarcasınadır. Yoxsa yəni uşağın başqa valideyn iclasında onu danlayır, onu digərlərinin yanında bir növ ayrı seçkilik yaradır onunla digər uşaqlar arasında. Ona görə bu hal yanlışdır və cavabımız da A bəndidir. Niyə? Çünki yuxarıdakı fikrin əksi, yuxarıda müəllim situasiyada peşəkar yanaşmır, amma A bəndində müəllim peşəkar yanaşır. Çünki deyir ki, sadəcə dərsləri tədris etmir, həmçinin mövzular əsasında bacarıqların formalaşdırılmasına da diqqət yetirir. Yəni ki, müəllim cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə, təhsil işçilərinə inamı artırmalı, möhkəmləndirməlidirsə, o peşəkarcasına yanaşmalıdır deməkdir. Yəni müəllim çalışmalıdır ki, peşəkar səviyyədə işini yerinə yetirsin. Həm öyrətsin, həm tərbiyə etsin, həm də inkişaf elətdirsin. A bizim cavabımızdır. B dedir, müəllim dərslikləri bəyəndiyini və yenilikləri qəbul etdiyini həmişə dilə gətirir. Baxın, loyallıqda olan müəllim, loyallıq etik davranış qaydası olan müəllim, əgər bir insan deyingəndirsə, bir müəllim deyingəndirsə, o loyallığı pozub. Digər müəllimlərin savadsızlığından danışırsa, o loyallığı pozur. Yeniliyi qəbul eləmirsə, loyallığı pozur. Təzə çıxan kitabları bəyənmirsə, loyallığı pozur. Burada deyir ki, müəllim dərslikləri bəyənir, yenilikləri qəbul edir. Deməli, bu müəllim loyal insandır. Loyallıq etik davranış qaydasına əməl edən insandır. Amma bizim situasiyamız peşəkarlıqla bağlıdır. Ona görə B-ni götürmürəm. B özlüyündə doğru ola bilər, loyallıq ola bilər, amma bizə peşəkarlıq və fərdi məsuliyyət lazımdır. B getdi. C-də deyir, müəllimin üstün cəhətlərindən biri də odur ki, tənqidi fikirləri qəbul edib düzgün nəticə çıxara bilir. Bəli, mədəni davranış etik prinsipinə əsasən müəllimlər nəzakətli olmalı, xeyirxah olmalı, diqqətli olmalı, təmkinli, səmimi, çalışqan, intizamlı olmalıdırlar.
iradları qəbul eləməli, tənqidi fikirləri qiymətləndirib düzgün nəticə çıxartmalıdır. Kobud ifadələr işlətməməlidir, xoşagəlməz zarafatlardan, vulqar sözlərdən qaçmalıdır. Şagirdlərin fərqli yanaşmalarını qəbul etməlidir, öz fikirlərini şagirdlərə aşılamağa çalışmalıdır. Yəni öz fikrini aşılamağa çalışmalıdır. Doğrudan ancaq uşaqlarla əlbəttə ki, qarşılıqlı şəkildə olmalıdır. Onların da fikirlərini qəbul etməyə çalışmalıdır. Hər zaman səliqəli olmalı, xarici görkəminə, geyiminə xüsusi diqqət yetirməlidir. Bu mədəni davranışla bağlıdır. Yəni bizim situasiya ilə bağlı deyil. Qeyd edir, müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldıra bilir. Yəni müəllim peşə nüfuzunu möhkəmləndirməyə borcludur, kütləvi informasiya vasitələrinə doğru məlumat verməyə borcludur. Bu ictimai etimada aiddir. İctimai etimad etik davranış qaydasına aiddir. Qeyd edir, müəllim xüsusi məsələlərlə bağlı məxfiliyi qoruyub gizliliyi təmin edir. Yəni konfidensiallığı qoruyur, şəxsi həyat, gizliliyi pozmaq, əldə etdiyi məlumatın iclasda müzakirə etməmək, məxfiliyi qorumaq, xüsusi məsələlərlə bağlı fərdi şəkildə danışmaq, gizliliyi təmin etmək, bunlar hamısı konfidensiallığın tərkibində yer almış olur. Deməli, A bəndi peşəkarlıq fərdi məsuliyyəti oldu, B bəndi loyallıq, C bəndi mədəni davranış, D ictimai etimad, Y də konfidensiallıq. Bizim də situasiyamız peşəkarlıq fərdi məsuliyyətin pozulmasından bağlıydı. A bəndi də həmən pozulmanın qarşısını alıbdır. Peşəkar müəllim necə yanaşmalıdır, onu vurğulayıb. Ziddir deyəndə bir-birinin əksini axtarır. Cavab A bəndi olmuş olur. İkinci suala baxırıq. Ülviyə Rəmziyənin xətrinə dəyir. Müəllim bu məqamda Ülviyəyə sual verir. Rəmziyənin xətrinə dəydiyinə görə pis olursanmı, peşmanlıq hiss edirsənmi? Buradan bizdən nə istəyə bilər? Baxın, ona sual verir ki, yəni sən peşman olursanmı, peşmanlıq varmı səndə? Pis olursanmı, qarşındakı insanın xətrinə dəydiyinə görə? Əlbəttə ki, müəllim burada sual verməsinin səbəbi odur ki, o özünün güclü zəif tərəflərini, yəni şagirdə sual verir ki, şagird öz hisslərini analiz eləsin, düzgün nəticəyə gəlsin, uşaqlar emosiyaları haqqında düşünə bilsinlər. Yəni özünü dərk formalaşır burada. Özünün hissləri haqqında düşünməyə başlayırsa bir şagird, o özünü dərk komponentinə, yəni Goleman nəzəriyyəsinin özünü dərk komponentindədir deməkdir. Yəni şəxsin öz hisslərini tanıması, şagirdin öz emosiyalarından agah olması, düzgün nəticə çıxartması, düzgün nəticəyə yönəlməsi, öz hissləri haqqında düşünməyə çağırılması, duyğuların əlamətlərindən xəbərdar olması, bunlar hamısı özünü dərkdə yerləşir. Özünü idarə ola bilmək, çünki özünü idarədə hisslərini rasionallaşdırmaq var, düzgün reaksiya var, təmkinli qərar var, daha pozitiv yanaşma var. Əgər desəydi ki, şagird mənfi hissini, məsələn, narahatlıq keçirir, əsəbidir, dava, qəzəb, təhqir, narahat, agresiya, əsəb, belə mənfi sözlər görəndə özünü idarəni axtarmaq lazımdır. Empatiyada isə özünü qarşı tərəfin yerinə qoymaqdan söhbət gedir. Yəni orada desəydi ki, şagird məsələn duyğu akvariumunda, duyğu akvarium üsulundan istifadə edirlər, buzqıran strategiyasından istifadə edirlər, özünü qarşı tərəfin yerinə qoy, o zaman empatiya olardı. Münasibətlərin idarə olunması o vaxt olardı ki, orada komanda şəklində işləməyi sevsinlər. Liderlik, rəhbərlik etməyi sevsin, inandırıcılıq qabiliyyəti olsun, sosial bacarıqlara sahib olsun. Motivasiya da o vaxt olardı ki, yəni artıq uşaq bir növ uşağa stimul verilir, özünü ruhlandırır və yaxud da emosional sabitlik nümayiş elətdirir. O zaman motivasiya olardı. Burada özünü dərkdir. Çünki sual verir ki, peşmansam yoxsa yox. Özünü dərk edib agah olmalıdır. 2C bəndi. 3-ə baxırıq. 3-də deyir, yağmur verilən düsturdan istifadə edərək paralelipedin həcmini tapır. Baxın, bu yeni qaydaya əsasən ümumiyyətlə, əgər desəydik ki, yağmur paralelipedin həcmini tapır, o zaman olardı prosedural bilik, tətbiq etmək və məntiqi təfəkkür. Amma düsturdan istifadə, mən demişəm ki, yeni qaydaya əsasən düsturdan istifadə, teoremdən istifadə, qaydadan istifadə varsa, o zaman anlamaq olur. Yadınızdan çıxartmayın bunu. İstənilən bir işi icra eləyirəmsə, bu olur prosedural tətbiq. Amma mən hər hansı bir düsturdan istifadə eləyib iş icra eləyirəmsə, o zaman olur prosedural anlamaq.
Baxın, prosedural yerində durur. Bizim taksonomiya mərhələmiz dəyişir. Prosedurala dəymirik. Təfəkkürə də dəymirik. Məntiqi təfəkkürdür. Ancaq anlama, tətbiqi anlama götürür. Çünki düsturdan istifadə edir. Desəydi, yağmur paralelipedin həcmini tapır. O zaman tətbiq olardı. Amma düsturdan istifadə elədiyinə görə, qaydadan istifadə elədiyinə görə, tərimdən istifadə elədiyinə görə onda cavab anlamaq olmalıdır. Baxıram variantlarını anlamaq B-də var, Y-də var. Və prosedural bilik olmalıdır, məntiqi təfəkkür, konseptual ola bilməz və fən daxili. Niyə fən daxili? Çünki bir fənnin içində başqa fəndən əlaqəsi yoxdur. Fən daxili ola bilər. Çünki məzmun xəttləri arasında riyaziyyatla bağlısa, riyaziyyatın məzmun xəttləri arasında əlaqəni burada görə bilərik. Yəni hərənin öz ixtisasının məzmun xətti düşür. Təsviri incəsənətdə riyaziyyat düşəsi deyil, musiqiyə tarix düşəsi deyil. Yəni hər kəsin özünün məzmun xətti düşür və sən bir fənnin içində öz məzmun xəttlərini əlaqələndirə bilərsən. Yəni o zaman da fən daxili və üfüqi inteqrasiya həyata keçmiş olur. Yəni çalışmaq lazımdır ki, yadda saxlayasınız ki, fən daxili inteqrasiya iki yerə bölünür. Üfüqi inteqrasiya, şaquli inteqrasiya. Üfüqi inteqrasiya odur ki, sən məzmun xəttlər arasında əlaqəni tənzimləyirsən. Şaquli inteqrasiya odur ki, siniflər arasında eləyirsən. İndi bu riyaziyyatla bağlıdır. Riyaziyyatın məsələn məzmun xəttləri ədədlər, əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmələr və statistika ehtimalıdır. İndi burada ədəd, yəni həndəsə və ölçmədən istifadə edə bilər. İndi mən elə deyirəm, indi mən riyaziyyatçı deyiləm. Məsələsə məsələn 3-cü məzmun xəttinə 4-cü məzmun xəttini əlaqələndirib, çünki hesablama var burada. Fiqurlardan söhbət gedir. 3-cü, 4-cü məzmun xəttini məsələsə əlaqələndirmiş olur. İndi riyaziyyatçılar daha dəqiq bilərlər. Yəni əsası odur ki, fən daxili inteqrasiya, üfüqi inteqrasiya mövcuddur. Cavab B bəndə olmuş olur. 4-cü suala baxırıq. Müəllimin verdiyi dərs tapşırıqlarına aygın xüsusi olaraq maraq diqqətlə yerinə yetirir. Deməli, müəllimin verdiyi dərs tapşırıqlarına aygın xüsusi maraq və diqqətlə yerinə yetirirsə, bu nədir? Bu cavab vermədir. Çünki artıq müəllimin verdiyi dərs tapşırığını o qəbul edib ki, indi başlayır onu, belə deyim, görürsünüz, dərs tapşırığına maraq diqqətlə yerinə yetirir. Maraq diqqətlə qulaq asır desəydi, qəbul etmə olardı. Amma maraq diqqətlə yerinə yetirirsə, reaksiya verir deməkdir. Yerinə yetirmək, reaksiya vermək deməkdir. Yəni, icra etmək deməkdir. Biz bilirik ki, emosional taksonomiyada birinci mərhələ qəbul etmədir. Yəni, mən deyilənləri qəbul edirəm, informasiyalara açıq oluram, diqqəti oxuduğuma fokusluyuram. Reaksiya, yəni cavab vermə mərhələsində isə artıq mən sorğu-sualda iştirak edirəm, müzakirədə iştirak edirəm, qaydalara reaksiya verirəm. Dəyərləndirmə mərhələsində harada yoldaş, dost, gördünüzsə, dosta kömək, yoldaşa kömək, gördünüzsə, başqalarına dəyər vermək, gördünüzsə, dəyərləndirməni götürün. Təşkil etmə odur ki, sən özündə bir metakognitiv biliyi formalaşdırırsan. Yəni, məsələn, özünün səhvini düzünü görə bilirsən. Xarakterizə etmədə isə artıq həm özünün səhvini düzünü görə bilirsən, həm qarşındakının. O zaman 2 dənə metakognitiv olur. Belə, 4 ona görə oldu, B bəndi. 5-ci suala keçirik. 5-ci sualda bizdən nə istəyir? Sosial, emosional öyrənməni istəyir. Sosial emosional öyrənmə ümumiyyətlə çox önəmli mövzulardan biridir və mütləq şəkildə ondan qəbula sual düşəcəkdir. Ona görə diqqətlə izaha qulaq asın. Sosial emosional öyrənməyə aid olan fikir istəyir. Müxtəlif situasiyaların simulyasiyasını təşkil edir. Bəli, simulyasiya nədir ümumiyyətlə? Məsələn, deyirəm ki, Əli tarix dərsində özünü Məmmədşah Qacarın yerinə qoyaraq öz beyin məhsulundan yararlanaraq yaradıcı təfəkkürünü işə salıb fətvalar verir. Yəni ki, mövzunu daha yaxşı dərk eləmək üçün mövzuya aid olan bir vəziyyəti beynində canlandırsın. Gözəldir. Bir olar. Şagirdlərə asan suallar verib, sürətli sual-cavab prosesi həyata keçirmək, çoxlu tapşırıq vermək. Görün nə qədər səhv var. Həm asan sual, həm sürətli sual-cavab, həm çoxlu tapşırıq. Olmaz. Çalışmalısan ki, sən istiqamət verici suallar verəsən, yönəldici suallar verəsən, çoxlu tapşırığa ehtiyac yoxdur, sürətli sual-cavaba ehtiyac yoxdur, vaxt vermək lazımdır, gözləmə vaxtı vermək lazımdır, açıq tipli suallar vermək lazımdır, asan suallar yox. Açıq tipli suallar verməklə onları düşünməyə vadar eləyə bilərsən. Yumuşaq bacarıqları inkişaf elətdirmək lazımdır. Empatiyanı formalaşdırmaq lazımdır. 2 yanlışdır. Şagirdləri düşünməyə təşviq edən suallar verin. Yəni, açıq düşüncəni formalaşdıran suallar verin. 3 doğrudur.
Fərdi iş formasından istifadə edin. Ümumiyyətlə, sosial-emosional öyrənmə Goleman nəzəriyyəsinə oxşur. Goleman nəzəriyyəsi deyir ki, münasibətlər nəticəsində şagird nəyisə öyrənə bilər. Yəni, qruplarla iş, əməkdaşlığı sevir, münasibətlərin idarə olunmasını sevir. Münasibətlərin idarə olunmasını sevən bir nəzəriyyəçi, sosial-emosional öyrənməni dəstəkləyən bir nəzəriyyəçi necə fərdi iş formasına üstünlük verər? Əlbəttə ki, yanlışdır. Burada qruplarla iş olmalıdır. Çünki sosial-emosional öyrənmə əməkdaşlığı sevir, əməkdaşlıq da qruplarla işi sevir, fərdini sevmir. Şagirdlərin akademik nəticələrini yüksəltməklə onların emosional inkişafını təmin etmək olar. Bu əksinə olsa olardı. Yəni, uşaqların emosional inkişafını yüksəldib akademik nəticəni əldə edə bilərik. Akademik nəticəni yüksəldib emosional inkişafı əldə edə bilərik. Yəni, belə deyək ki, yəni bir uşağın əgər biz emosional olaraq onun düşüncələrini formalaşdırsaq, onun belə deyək motivasiya versək, əməkdaşlıq, komanda ilə işləmək bacarığını formalaşdırsaq, inklüziv öyrənmə mühiti yaratsaq, rollu oyunlara cəlb eləsək, o zaman onun akademik nəticələri yüksələ bilər. Yoxsa akademik nəticələri yüksələn kimi onlar sosial-emosional öyrənmə formalaşmır. Yerləri yəni fərqlidir. 5 yanlışdır. Duyğular, motivasiyalar və seçimlər, həmçinin dilemmalar üzərində müzakirələr təşkil eləmək lazımdır. Dilemma ikili fikir deməkdir. İki fikir arasında qalmaq. Yəni, şagirdlərdə müxtəlif çətinliklərlə qarşılaşdıqlarında şagirdlərin özlərinin keçirdikləri hissləri müəyyən eləməlidir müəllim, qərar qəbul etmə məsuliyyətini öyrətməlidir, tənqidi təfəkkürü inkişaf elətdirməlidir, nə bilim, öyrənmək kompetensiyasını formalaşdırmalıdır onda. 6 doğrudur. Oxuyub yazaraq öyrənmə yox. Burada çünki bu idraki bacarıqla bağlıdır. Oxuyub yazaraq öyrənmə idraki bacarıqla bağlıdır. Sosial-emosional öyrənmə isə sosial bacarıqla əlaqəlidir. Yəni, yumuşaq bacarıqlarla əlaqəlidir. Ona görə oxuyub yazaraq, oxuyub anlama, belə fikirlərdən qaçırıq. Tolerant davranmaq lazımdır. Yəni ki, özünü qarşındakının yerinə qoymaq lazımdır, empatiya hissi formalaşdırmaq lazımdır, ünsiyyət bacarığını inkişaf elətdirmək lazımdır, davranış pozğunluğunun qarşısını almaq lazımdır, dialoq qurmaq lazımdır, məsuliyyətli qərarlar qəbul etmək lazımdır. Bunlar da tolerantlığı formalaşdırır. 8 doğrudur. Həyati bacarıqların özünün formalaşmasını təmin etmək. Xeyr, biz ona istiqamət verməliyik, motivasiya verməliyik. Özünün formalaşmasını gözləsək, yaz gələr, yonca bitər. Yəni, olmaz. Biz motivasiya verib, onları həvəsləndirib istiqamət verməliyik. Şagirdlərin özündə güc toplayıb yenidən uğura doğru getməsinə zəmin yaratmalıyıq. Müxtəlif yanaşmaları formalaşdırmalıyıq. Özünü idarə etməni, özünü dərki, sosial məlumatlığa sövq eləməliyik. Ümumiyyətlə, buz qıran strategiyasına istifadə edib aradakı buzları əl etməliyik. Başqalarının idraki emosional vəziyyətini anlamasına şərait yaratmalıyıq. Ona görə 9 da yanlışdır. Onda deyir, empatiya bacarığını inkişaf etdirmək, başqalarının hisslərini anlamağa yönətməkdir. Bəli, çünki sən ümumiyyətlə çalışıb sinifdə yaranan konfliktləri, problemləri şagirdlər tərəfindən həll edilməsini istəyirsənsə, o zaman empatiyadan istifadə eləməlisən. Uşaqlar özünü qarşı tərəfin yerinə qoya bilsə, istədikləri nəticəni həm onlar, həm də müəllim əldə edə bilər. Cavab oldu 1, 3, 6, 8, 10. 5 C bəndi oldu. 6-cı sualda bizdən nə istəyir? Deyir ki, müəllim nə şagirdlərin fəaliyyətini dəstəkləyir, nə onları istiqamətləndirir, nə də yönəldir. Robert Gagne'nin öyrənmənin şərtləri nəzəriyyəsinə görə bu hansı şərtin tələbinə ziddir? Biz bu situasiyada görürük ki, bu mənfi bir situasiyadır və hansı addıma aiddir? Öyrənmənin şərtlərinin neçə mərhələsi var? 9 mərhələsi var. Onlardan biri də öyrənməni təmin etməkdir. Çünki bu fikir istiqamətləndirmə, yönətmək, öyrənməni təmin etməklə bağlıdır. 5 dənə şərt var. 9 dənə şərt var. Bu 5-ci şərtimizlə bağlıdır. 5-ci öyrənmənin 5-ci şərtindən bağlıdır. Yəni biz öyrənmə şərtinin müsbət tərəfini görək hansı cavabda verilibsə, hansı variantda verilibsə, biz o variantı seçməliyik. Çünki situasiya ziddirdir. Ziddir deyəndə antonim fikir axtarmalıyıq. Situasiyada verilən fikrin antonimini axtarmalıyıq. Müsbətsə mənfinin, mənfidirsə müsbəti. İndi A bəndinə baxaq. A-da deyir, müəllim dərsdə əqli hücum üsulundan istifadə edərək şagirdlərə düşündürücü suallar verməklə və maraqlı hadisədən nümunə çəkməklə motivasiya yaradır. Baxın, bu birinci şərtimiz olan şagirdlərin diqqətini dərsə cəlb etmək
mərhələsinə aiddir. Burada bir problemli situasiya olur. Müəllim başına gələn hər hansı bir hadisəni danışaraq dərsə girir. Uşaqlar dərsdə yuxulamaması üçün uşaqları motivasiya ilə qarmağa keçirməyə çalışır müəllim. Dərsə cəlb olunma olur, motivasiya formalaşır. Müəllimin kitara ilə sinfə daxil olmasını müşahidə edə bilərik. Müəllim fərqli suallar verərək, düşündürücü suallar verərək dərsə girirsə, müəllim əl çalaraq sinfə daxil olursa, fərqli materiallarla dərsə girirsə, provokativ suallar verirsə, maraqlı bir hadisə fakt danışırsa, afişa nümayiş elətdirir, idraki fəallıq yaradır, beyin həmləsi üsulundan istifadə edir, əlini taxtaya vuraraq, tıqqıltı səsi çıxararaq uşaqların diqqətini cəlb eləmək istəyirsə, bu birinci addım olan şagirdlərin diqqətini dərsə cəlb etməkdir. A bəndə olmaz. Çünki bizə 5-ci addım 5-ci şərt lazımdır. Birinci şərt yox. B-də deyir, müəllim öyrəniləcək informasiyanın aktuallığına harada və necə istifadə olunacağını göstərir. Bu dərsin məqsədini elan etməyə aiddir, yəni şagirdlərə təlim nəticələrini elan etmək addımındadır. Yəni hansı məqsədlə işi araşdırıram, dərsin sonunda müəllim bizdən nə tələb edəcək, bugün bunu öyrənəcək kəlməsini məqsədyönlü şəkildə şagirdlərə çatdırmalıyıq. Şagirdlərdə fikir formalaşmasını təmin etməliyik. Şagirdlər dərsin sonunda nə əldə edəcəklərini bilməlidirlər. Yəni, öyrəniləcək informasiyanın harada, necə istifadə olunacağını göstərmək, dərsin sonunda şagirdlər nə əldə edəcək fikrini formalaşdırmaq və öyrəniləcək informasiyanın aktuallığını göstərmək lazımdır. Həmçinin, hədəf haqqında xəbər verməliyik. Şagirdlərdən təlim nəticələrini başa düşüb düşmədiklərini soruşmalıyıq. Həmçinin şagirdlərdən nə əldə etmək istədikləri ilə maraqlanmalıyıq. Bu ikinci addımımızdadır. Bu da olmaz, bizə 5-ci addım lazımdır. C bəndində nə deyir? Müəllim həm fasilitator kimi çıxış edir, həm də istiqamət verir, həm də abreviaturalardan istifadə edir. Baxın, elə cavabımız budur. Öyrənməni təmin etmək. Çünki müəllim fasilitator kimi çıxış edirsə, müəllim uşağı yönəldib istiqamət verirsə, müəllim düsturu başa salıb, uşaqlar bu məsələni həll edin deyirsə, müəllimin lazımı məqamda şagirdə olan dəstəyi vurğulanırsa, bölməni keçib qutarandan sonra evə tapşırıq verirsə, əlavə resurslara təmin edirsə, abreviaturalardan istifadə edirsə, şaquli inteqrasiyadan istifadə edirsə, mövzu ilə bağlı araşdırmalar yönəldirsə, qiymətləndirmə rubriki ilə təmin edib, ən əsası case studylər, həyati situasiyalar təqdim edirsə, bu öyrənməni təmin etmək addımına aiddir. 5-ci addıma aiddir. Bəli, bizim də şərtimizdə deyirdi ki, müəllim şagirdlərin fəaliyyətini dəstəkləyir, nə də onları istiqamətləndirir. Amma C bəndi deyir ki, mən uşağı istiqamətləndirirəm, mən onu yönəldirəm. Ona görə də burada cavabı C bəndi götürür. Ümumiyyətlə, yadda saxlayın ki, Robert Gagne'nin neçə dənə addımı var? 9 addım, 9 mərhələsi var öyrənmə şərtində. 1. Şagirdlərin diqqətini dərsə cəlb etmək, o haqda danışdıq. 2. Şagirdlərin təlim nəticələrini elan etmək və yaxud da dərsin məqsədini elan etmək. 3. Əvvəlki təlimdə qazanılmış bilik bacarıqları stimullaşdırmaq. 4. Dərsin mövzusunu təqdim etmək. 5. Öyrənməni təmin etmək, hansı ki, incə cavabımız idi. 6. Bilik və bacarıqların tətbiqini təmin etmək. 7. Əks əlaqə qurmaq. 8. Təlim nəticələrinin reallaşdırma səviyyəsini müəyyən etmək. 9. İnformasiyanı möhkəmləndirmək və bacarığa çevirmək. Bu 9 addımın indi bizdən şərtdə 5-ci addımının mənfisini verirdi. Biz də 5-ci addımın müsbətini variantda tapmış olduq ki, öyrənməni təmin etmək, istiqamət vermək deməkdir. Cavab C bəndidir. D-də deyir ki, müəllim konstruktiv rəy verərək şagirdin uğurunu vurğulayır. Bu 7-ci addım olan əks əlaqəyə aiddir. Yəni, rəy bildirmək, əks əlaqə qurmaq, konstruktiv rəy vermək, vaxtında rəy vermək, spesifik rəy vermək, qiymətləndirmə meyarlarını əvvəlcədən elan etmək, şagirdin uğurunu vurğulamaq, əks əlaqə qurmağa aiddir. Bu bizim 7-ci addımda olmaz. Bizə 5-ci addım lazım idi, o da C idi. Y-də deyir, özünü qiymətləndirmə və yoldaş qiymətləndirməsini həyata keçirir. Bu 8-ci addıma aiddir. Təlim nəticələrinin reallaşdırma səviyyəsini müəyyənləşdirməyə aiddir. Yəni, burada təlim nəticəsinə çatıb-çatmadığını yoxlayırıq uşağın, dəyərləndirmə reallaşır, bu dərs necə öyrənildi deyə dəyərləndirilir, gözlənilən təlim nəticəsinə çatıb-çatmadığını yoxlayırıq, refleksiya formalaşır, dərsin sonunda həyata keçirilir, təlim məqsədləri ilə müqayisə reallaşır, müxtəlif qiymətləndirmə üsul vasitələrindən istifadə edirik. Özünü qiymətləndirmə olur, yoldaş qiymətləndirməsi, qarşılıqlı qiymətləndirmə hamısı həyata keçirilir. Bu da oldu 8-ci addımımız. Cavabımız da C bəndi oldu. 7-ci suala baxırıq.
Özünü monitorinq, özünü tənzimləmə və özünü qiymətləndirməni burada vurğulayır. Yəni metakognitiv bacarıqların formalaşmasını burada bizdən istəyir. 1-də nə deyir? Özünü monitorinq, 2-də nə deyir? Özünü tənzimləməni vurğulayır, 3-də də özünü qiymətləndirməni. A-da deyir, hədəfə çatmaq üçün plan tərtib etmək, B-də deyir, şagird fəaliyyətini refleksiya etmək, C-də deyir, qarşılıqlı fikir mübadiləsində səhvləri üzə çıxartmaq, D-də deyir, şagirddən məqsədə çatmaq üçün emosiyalarının fərqində olmasını tələb etmək, Y-də deyir, hədəfə çatıb çatmadığını müəyyən etmək, F-də deyir, idraki prosesləri müşahidə etmək. Bunlar haqqında qısa məlumat verim, sonra variantlarımızı axtaraq. Baxın, özünü monitorinq ümumiyyətlə metakognitiv bacarıqların formalaşmasında özünü monitorinq, özünü tənzimləmə və özünü qiymətləndirmə vacib rol oynayır. Özünü monitorinq nədir? Müəllimdən rəy almağa təşəbbüs eləmək, diqqət etmədiyin məqamları müəyyən etmək, idraki prosesləri müşahidə eləmək, təqdimata nə qədər vaxt sərf etdiyini qeyd edirsən, hansı məqamları çətinliklə icra etdiyini özündə qeyd edirsən, tapşırığı yoldaşınla birlikdə edirsən, qarşılıqlı fikir mübadiləsi olur, səhvləri üzə çıxarırsan. Bu, yəni özünü monitorinqdə reallaşır. Harda müşahidə, vaxt sərf etmək, çətinlik üzə çıxartmaq, yoldaşla münasibət gördünüzsə, bu bilin ki, özünü monitorinqdir. Bəs özünü tənzimləmə nədir? Özünü tənzimləmədə plan tərtib edirsən, açıq düşüncə tərzi formalaşır, çətinlik çəkəndə məyus olmursan, idraki emosional vəziyyəti nəzərdə saxlayaraq idarəçiliyini reallaşdırırsan, özünü idarə edirsən, gündəlik hədəflər qoyursan özünə, hədəfə çatmaq üçün plan hazırlayırsan, şagirddən məqsədə çatmaq üçün emosiyalarından, şuurunun fərqində olmasına tələb edirsən, tapşırığın icrası zamanı reallaşır deyirsə, özünü tənzimləmədir. Dərs prosesində deyirsə, özünü tənzimləmədir. Test səhvlərini analiz edərkən deyirsə, tənzimləmədir. Yəni, harada plan tərtib etmə, nəzarət sözü, plan sözü varsa, bilin ki, özünü tənzimləmədir. Və gündəlik hədəflər qoyursa, hədəflər qoymaq tənzimləmədədir. Bəs özünü qiymətləndirmə nədir? Artıq burada sən hədəfə çatıb çatmadığını müəyyən edirsən. Baxın, hədəf sözü ikisində oldu. Özünü tənzimləmədə də hədəf var. Özünü qiymətləndirmədə də hədəf var. Özünü tənzimləmədəki hədəf, hədəfə çatmağı, hədəflər qoymağı planlaşdırır özünü tənzimləmə. Amma özünü qiymətləndirmə, hədəfə çatıb çatmadığını müəyyən edir. Şagird fəaliyyətini refleksiya edirsən, layihəni hazırlayandan sonra fəaliyyətinin doğru və ya yanlış tərəflərini meyarlar əsasında mühakimə edirsən. Verilən tapşırığı edəndən sonra reallaşır. Layihəni hazırlayandan sonra reallaşır. Yəni, dərs prosesində olursa özünü tənzimləmədir, dərsin axırındadırsa özünü qiymətləndirmədir. Dərsin əvvəlindədirsə, bu da özünü monitorinq. İndi gəlin variantlara baxaq. Hədəfə çatmaq üçün plan tərtib edirsə, incə dedim, plan varsa özünü tənzimləmədir. Deməli, 2 ayda oldu. Şagird fəaliyyətini refleksiya edir. Refleksiya dedim, haradadır? Özünü qiymətləndirmədə. B 3 ayda oldu. C-də deyir, qarşılıqlı fikir mübadiləsində səhvləri üzə çıxarır. Səhvləri üzə çıxarırsa, hələ dərsin əvvəldir. Özünü monitorinq. C 1 ayda oldu. Şagirddən məqsədə çatmaq üçün emosiyalarının fərqində olmasını tələb edir. Özünü tənzimləmədir. Yəni, özünü idraki emosional vəziyyətini nəzarətdə saxlamalıdır. Özünü tənzimləmə olur. D 2 ayda oldu. Hədəfə çatıb çatmadığını müəyyən edirsə, hədəfə çatıb çatmamaq özünü qiymətləndirmədir. Amma hədəf qoymaq, hədəfə çatmaq özünü tənzimləmədir, hədəfə çatıb çatmadığını müəyyən etmək, özünü qiymətləndirmə. İdraki prosesləri müşahidə sözü də varsa dərsin əvvəldə, o da özünü monitorinq. 1 S-F, 2 A-D, 3 də B, Y olur, yəni Y bəndi. 8-ci suala baxırıq. Müəllim şagirdləri yaxşı öyrənə bilmədiyi üçün nə özünü qınayır, nə də dərin peşmanlıq hissi yaşayır. Müəllimin bu addımı etik olaraq hansı davranışın qaydasına ziddir? Yəni, müəllim vicdanlı yanaşmır, müəllim vicdanlı deyil. Müəllim vicdanlı yanaşmırsa, deməli, burada vicdanlıq etik davranış qaydalarından olan vicdanlığı, etik davranış prinsipini pozmuşuq. Biz deməli, vicdanlıqla bağlı müsbət fikir axtarmalıyıq. A-da deyir, şagirdin negativ davranışı səbəbi ilə bağlı müəllim iclasdan sonra valideynlə fərdi şəkildə danışır. Fərdi şəkildə danışırsa, gizliliyi təmin etmək üçündür. Bu da konfidensiallığa aiddir. Vicdanlığa aid deyil. Müəllim kənar məsələlərə müdaxilə etmir, risk qrupuna daxil olan şagirdə mənfi münasibət bəsləmir. Bəli, yəni müəllim kənar məsələlərə müdaxilə etmirsə, irq, cins, dil fərqi qoymursa, qızla oğlanı fərqləndirmirsə,
yəni burada bir növ kənar məsələləri kənara qoyursa, qərəzsizliyi riayət eləmiş olur. Vicdanlıq yoxdur burada da. C-də deyir, müəllim xoşagəlməz zarafatlardan, vulqar sözlərdən istifadə etmirsə, deməli mədəni davranış prinsipini qoruyubdur. Təmkinlidir, intizamlıdır, diqqət edir hər şeyə. Mədəni davranış. Harda necə sualı görəndə bilin ki, mədəni davranışdır. Yəni necə nəzakətlidir, necədir, xeyirxahdır, necədir, diqqətlidir, necədir, təmkinlidir, necədir. Yəni bu mədəni davranışdadır. Müəllim işlədiyi məktəbin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinə qanunla müəyyən edilmiş qaydada doğru məlumat verir. Yəni ictimai etimadı doğruldur. Müəllim peşə nüfuzunun möhkəmləndirməsinə borclu olduğunu vurğulayır. D-də ictimai etimada aiddir. Y bəndində müəllim peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirsə, deməli o vicdanlı yanaşıb. Y bəndi vicdanlığın müsbət tərəfi hesab olunur, amma situasiyamız vicdanlığın mənfi tərəfi hesab olunur. Deməli, A bəndi konfidensiallıq oldu, B bəndi qərəzsizlik oldu, C bəndi müəllim xoşagəlməz zarafatlardan, vulqar sözlərdən istifadə edirsə, etməyi sevmirsə, mədəni davranışı qoruyub, D bəndi müəllim işlədiyi məktəbin fəaliyyəti barədə kütləvi informasiya nümayəndələrinə qanunla müəyyən edilmiş qaydada doğru məlumat verirsə, ictimai etimadı qoruyub, müəllim peşə fəaliyyətini keyfiyyətlə səmərəli yerinə yetirsə, vicdanlığı qoruyub. Cavab Y bəndidir. 9-a baxırıq. Humay məşhur dizaynerdir və o çoxlu sayda bir-birindən fərqli geyimlər hazırlayıb dünya miqyasına çıxardır. Deməli, bu artıq dizaynerdir. Artıq öz işinin peşəkarıdır. Artıq öz sahəsində professionallaşıbdır, təbiiləşmə mərhələsindədir. Əgər bir insan mükəmməl əl işi varsa, deməli o dizaynersə, deməli mükəmməl əl işi var onun. Çünki mükəmməl əl işi olmasa necə dizayner ola bilər? Yəni bir işi artıq vərdiş halına salıbsa, o işin peşəkarı deməkdir. Bir işi qısa müddətdə eləyirəm, sürətli, göz yumulu, yüksək peşəkarlıqla eləyirəmsə, sərbəst şəkildə, dəqiqliklə, məharətlə, çox sürətli, çox səliqəli eləyirəmsə, deməli hamıdan fərqlənirəmsə, bu təbiiləşmədir. Əgər desəydi ki, Humay kimisə əlinə baxıb şey eləyir, bu imitasiyadır. Humay məsələn hər hansı bir təlimat verilib, ona baxıb paltar tikirsə, bu manipulyasiyadır. Humay sərbəst şəkildə sadə bir paltar hazırlayırsa, bu dəqiqlikdir. Artıq paltarın üstünə yeni bir güllər, çiçəklər, ləçəklər, böcəklər qoyursa, bu olur artikulyasiya, yəni ardıcıllıq olur, yeni bir şey qatır. Təbiiləşmə amma quşu göydə vurur artıq. Artıq ustadır, hər şeyi gözəl bilir. Yəni dizaynerdir, mükəmməl əl işləri var, vərdiş halına salıbdır. Ona görə Y bəndidir. 10-cu suala baxırıq. Kimya dərsində şagirdlər havanın zərərli qazlarla çirklənmə dərəcəsini müəyyən etmək üçün açıq havada müşahidələr aparır. Çirklənmənin dərəcəsini təyin edirlər. Bu fəaliyyət idraki taksonomiyanın hansı mərhələsinə, inteqrasiyanın, biliyin və təfəkkürün hansı növünə aiddir? Baxın, açıq havada müşahidə varsa, deməli artıq bu fən üstüdür. Sinifdə deyil, həyatdadır. Fən daxili, B bəndində fən daxili, C-də fənlər arası, Y-də fənlər arasını çıxıram. Cavab D bəndi, bir dənə fən üstü var. Bir dənə fən üstü ilə tutmaq olur. Ancaq yenə də digərlərini oxumalıyıq. Burada havanın qazlarla çirklənmə dərəcəsini müəyyən etmək üçün açıq havada müşahidələr aparıb çirklənmə dərəcəsini təyin edirlər. Baxın, müşahidə aparırsa deməli işin icrası var burada. Hər hansı bir qaydadan, teoremdən, düsturdan istifadə etməyibsə anlama yazanmaram. Çünki burada hər hansı bir düsturdan istifadə edərək demir. Sadəcə işi icra edir. Sadəcə işi icra eləyirsəm, o zaman nə olur? Tətbiq etmə olur. Amma burada qayda olsaydı, teorem olsaydı, düstur olsaydı, o zaman nə olardı? Anlama olardı. Ona görə burada tətbiq getirir, iş icra olunur, prosedural bilikdir. Nə hər hansı bir tənqidi yanaşma, yaradıcı yanaşma yoxdur, sadəcə iş icra edirəm. Bu da məntiqi təfəkkür. 10 D bəndi olmuş, o olur. 11-ci suala baxıram. 11-ci sualı deyir ki, diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə və summativ qiymətləndirməyə və həmçinin də yekun qiymətləndirməyə uyğunluğu tapır. A-da deyir, məzmun standartlarının reallaşmasına xidmət, A-da deyir, əldə olunan nailiyyəti yoxlayır. Əldə olunan nailiyyət varsa summativdir. Fəaliyyət olanda formativ olur. Ümumiyyətlə, əldə etdikləri, yiyələndikləri, mənimsədikləri, belə sözlər görəndə summativ axtarır. B-də deyir, məzmun standartlarının reallaşmasına xidmət edir. Məzmun standartlarını reallaşdırıramsa, deməli, gündəlik dərsimdə eləyirəm. Bu da formativdir. Ümumi orta təhsildən tam orta təhsilə keçən zaman şagirdin bilik bacarığını qiymətləndirir.
deyirsə, bu olur yekun qiymətləndirmə. Sonra özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi həyata keçirilirsə, bu olur formativ qiymətləndirmə. Təlimdə differensiallaşmanı təmin edirsə, diaqnostikdir, differensiallaşmadır, ümumiyyətlə çevik dəyişiklikdir, effektiv planlaşmadır. Bunları görəndə diaqnostik axtarır. Təhsil səviyyəsinin sonunda aparılan monitorinq tipli qiymətləndirmə isə bu yekundur. Mövcud bilik səviyyəsini müəyyən edir. Mövcud sözünü harda gördünüz? Diaqnostik axtarın. Üsul olaraq da BİBÖ, klaster, aksiyon axtarın. BAK sözünü axtarın. BİBÖ, A aksiyon, K klaster. Üsul olaraq da onları axtarın. Çünki həmişə elə düşür. Son nəticəni yoxlayırsa summativdir. Şagird olduğu yerdən hədəf aparırsa, harda hədəf gördünüzsə həmişə formativ axtarın. Çünki qarşısına hədəf qoyur, qarşısına məqsəd qoyur. O da olur 1 YG, 2 BDI, 3 AH, 4 SF. 12-ci sualda deyir, müəllim dərs başlayan kimi şagirdlərə yeni mövzunun izahına keçir. İzahatdan sonra şagirdlərə tapşırıq verir, lakin tapşırıqları yoxlayarkən şagirdlərin çoxunun yeni mövzunu anlamadıqları məlum olur. Müəllim fəaliyyəti ilə bağlı doğru cavabları müəyyən edildir. Baxın, tapşırığı yoxlayanda şagirdlərin çoxu anlamayıbsa, bu deməkdir ki, bir qismi anlayıbdır, çoxu anlamayıb amma. Və dərs başlayan kimi deyir, 1:45 dəqiqədən gedir söhbət. Bir də deyir, müəllim şagirdlərdə sosial bacarıq formalaşdırmayıb. Bəli, sosial bacarıq formalaşmış olsaydı, uşaqlar başa düşmədiklərini əvvəlcədən deyərlər, empatiya olsaydı, münasibətlər düzgün şəkildə idarə olunsaydı, belə hal olmazdı. Bir doğrudur. Müəllim şagirdlərin maraq dairəsini nəzərə alıb. Burada o haqda bir məqam vurğulanmayıb ki, maraq dairəsi nəzərə alıb, alınmayıb. Bu haqda məlumat yoxdur. İkini götürənmərəm. Müəllim şagirdlərin zehni vəziyyətini nəzərə almayıb. Bəli, zehni vəziyyət nədir? Yəni onların qavrama qabiliyyətini nəzərdə tutur. Şagirdlərin çoxu başa düşübdür, düşməyib, azı başa düşübdür. Deməli, zehni vəziyyət müəllim tərəfindən doğru şəkildə müəyyən olunmayıb. 3 doğrudur. Şagirdlər dərsə cəlb olunmurlar. Cəlb olunmasalar izahatdan sonra sözü olmazdı. Müəllim izah verir və izahatdan sonra bu olur. Dərsə cəlb olunurlar. Sadəcə istədiyimiz nəticəni onlardan alamırıq. Sosial bacarıqlar zəifdir. 4-ü götürmürəm. Müəllim şagirdləri emosional cəhətdən informasiyaları mənimsəmək üçün hazır vəziyyətə gətirməyibdir. Bəli, emosional baxımdan formalaşmayıblar. Ünsiyyət, münasibət qurmaq, öz fikrini ifadə etmək qabiliyyəti zəifdir. 6-da deyir, cavab 1-3-5-dir. 5 doğrudur. Müəllim summativ qiymətləndirmə üsulundan istifadə edib. Burada summativlə bağlı fikir yoxdur. Formativdədir, çünki 1:45 dəqiqədə olur. Cavab A bəndi. 13-cü sual. Sosial öyrənmə nəzəriyyəsi, sosial intizam modeli, seçim nəzəriyyəsi. Sosial öyrənmə nəzəriyyəsi A bəndində deyir ki, həm idrak, həm də ətraf mühit amilləri müşahidə olunan davranışa və öyrənmə prosesinə təsir edir. Bu sosial öyrənmə nəzəriyyəsinə aiddir. Çünki mütləq orada həvəs cəhdi olmalıdır. Şagird davranışı sinifdə başqaları üçün nümunə rolunu oynamalıdır. Şagird davranışının formalaşmasında başqalarının hərəkətləri, davranışı müşahidə etmək, təqlid etmək olmalıdır. Başqalarının hərəkətləri, hərəkətlərindən çıxan nəticələrə diqqət yetirmək burada öz yerini almalıdır. Həmçinin şagird davranışının formalaşmasında ətraf aləmlə qarşılıqlı münasibət olmalıdır. Baxın, ətraf mühit amilləri deyirsə, mütləq şəkildə bu sosial öyrənmədir. Çünki ətraf aləm nədir? Baxın, film, televiziyada uşaqlar yalnız canlı gördüyü hərəkəti yox, eyni zamanda film, televiziyada gördüklərini təkrarlayırlar. Yəni, ətraf mühit amilləri televiziyadır, filmdir. Bunları görəndə bilin, sosial emosional yox, sosial öyrənmə nəzəriyyəsidir. Cavab A bəndi, A 1-ə aid oldu. Bu Bandura nəzəriyyəsi idi. B-də deyir, şagirdlərin pis davranışlarının səbəblərinin sosial qrupa aid olmama hissi ilə əlaqədardır. Sosial qrupa aid olmama, məntiqi nəticə, gizli mesaj, bunlar hamısı sosial intizam modelindədir. Rudolf Dreyfusun. Yəni, o vurğuluyur ki, şagird mövcud davranışının dəyişməsi üçün məntiqi nəticələrlə üzləşdirilir və nəticədə məsuliyyət hissi artırılır onlarda. Şagirdin qarşılaşacağı məntiqi nəticə ilə tanış olması plus gizli mesaj ötürülməsi sosial intizam modelində yer alır. Dreyfusundur. B aid oldu 2-yə. Sonra C-yə baxırıq. Bu nəzəriyyənin əsas mahiyyəti şagirdin səhv məqsədə ötürdüyü gizli mesajı düzgün anlamaqdır. Ümumiyyətlə, harda gizli mesaj, məntiqi nəticə, sosial qrupa aid olmama gördünüzsə, Dreyfusu, yəni sosial intizam modelini axtarın. C-də aid oldu 2-yə. D-də deyir, şagird yoldaşının davranışına görə tərifləndirini müşahidə edirsə, o zaman o da yoldaşı kimi davranmağa çalışar.
Bu da sosial öyrənməyə aiddir, Banduraya. Yəni ki, o yoldaşına baxır, yoldaşına görür ki, yoldaşı elində hamı onu tərifləyir, o da onun kimi eləməyə çalışır. Müşahidə edir, yəni. Digər şagird də ona baxıb, yəni bir uşaq nə eləyirsə, digər şagird ona baxıb onu təkrarlayır. Yəni müşahidə edən şagirdlər var burada. D aid oldu 1-ə. Y-də deyir, şagirdlər öz hisslərini necə idarə edəcəklərini özləri seçir. Seçmək varsa bu seçim nəzəriyyəsidir. Yəni hisslər, ehtiyaclar, öz hisslərini necə idarə edəcəklərini özləri seçmələri, dəstəkləyici mühit yaratmaqla şagirdin öz davranışını düzəltməyimizə şərait yaratmağımız, daxili motivasiya reallaşması, ən əsası şagirdlərə əyləncə ehtiyaclarını ödəmək üçün sinifdə düzgün mühit yaratmaq seçim nəzəriyyəsinə aiddir. Deməli, Y də aid oldu 3-ə. F də deyir, şagirdi qarşılaşacağı məntiqi nəticə ilə tanış etmək. Bayaq dedim, məntiqi nəticə görəndə sosial intizam axtarırıq. Yəni, F aid oldu 2-ə. G də deyir, insanın daxili motivasiyasının əsasını hissləri və ehtiyacları təşkil edir və onun davranışlarını istiqamətləndirir. Hiss ehtiyacı harda gördünüzsə, bilin ki, seçim nəzəriyyəsinə aiddir. Yaddan çıxartmayın. Yəni, Glaser'in seçim nəzəriyyəsinə. G aid oldu 3-ə. H-da deyir, müəllim şagirdlərə əyləncə ehtiyaclarını ödəmək üçün sinifdə düzgün mühit yaradaraq problemi həll edir. Bu da seçim nəzəriyyəsinə aiddir. Glaser'ə aiddir. H aid oldu 3-ə. Şagirdin davranışı sinifdə başqaları üçün nümunə rolunu oynayır. Bu da sosial öyrənməyə aiddir. I aid oldu 1-ə. Yəni 1 oldu A, D, I, 2 də oldu B, S, F, 3 oldu Y, G, H. Cavabımız D bəndidir. Sonra 14-cü sualda. Sinifdə hər iki valideyni itirmiş uşaq var və bu şagird digər yoldaşları ilə yola getmir. Onları incidir. Bu situasiyada müəllim necə davranmalıdır? Həmin şagirdi xüsusi nəzarətə götürüb hər davranış üçün tədbir görməlidir. O zaman ayrı seçkilik yaranır, doğru yanaşma deyil. Həmin şagirdin həssas qrupa aid olduğunu nəzərə alıb etdiklərini göz ardı etmək o zaman daha da artırar. Olmaz. Həmin şagirdin etdiklərinə görə sinifdə üzr istəməsini tələb etmək o zaman daha da qıcıqlanar, uşaq aqressivləşər. Olmaz. Bu doğru yanaşma deyil. Həmin şagird üçün xüsusi qayda prosedurlar müəyyən etmək o zaman ayrı seçkilik yaranır. Olmaz. Sinifdə hamı üçün qayda olur. Bir nəfər üçün olmur. Y-də deyir, həmin şagirdə buzqıran strategiyaları ilə mənəvi dəyərlər aşılamaq. Həm Goleman nəzəriyyəsi var, həm Kohlberg nəzəriyyəsi var. Yəni ki, uşaqlar arasında gördüyünüz belə məqam var. Duyğu akvariumundan buzqıran strategiyasından istifadə edib özünü qarşı tərəfin yerinə qoymağı istiqamətləndirmək lazımdır. Goleman nəzəriyyəsində belə vurğulanır. 14-7. Ümumiyyətlə, yadda saxlayın ki, ümumiyyətlə Goleman qəbula 100% düşəsidir. Çünki çox önəmli mövzulardandır. Goleman empatiyada vurğulayır ki, şagirdlərlə mütləq şəkildə aranızda bu problem olmamalıdır. Nəinki müəllimlə, həmçinin şagirdlə də müəllim arasında, şagirdlə şagird arasında. Yəni, belə halların olmaması üçün mütləq şəkildə müəllim empatiyanı formalaşdırmalıdır. Nə qədər ki, empatiya formalaşsa, bir o qədər də istədiyimiz nəticəni əldə eləyə bilərik. Çünki empatiya şagirdlərin öz fikirlərini tənzimləməyə, onları özünü başqa insanların yerinə qoymağa, qarşındakı insan hansı hisslər keçirdiyini bilməsinə, yaşa dolduqca uşaqda bu hisslərin daha önəmli olduğunu başa düşməsinə şərait yaradır. Yəni, fikri mühakimə etmədən başqa insanların fikirlərini, düşüncələrini, hisslərini anlayır. Ona görə 14 Y bəndi olmuş olur. 15-ə baxıram. Sorğu və araşdırma əsaslı təlim, problem əsaslı öyrənmə və layihə əsaslı öyrənmə. Bir görək hansına aiddir. A-da nə deyir? Fərqli fərziyyələrin yaranmasına təkan verən suallar qoymaq. Fərqli fərziyyələrin yaranmasına təkan verən suallar qoyuramsa, bu sorğu və araşdırma əsaslı təlimdir. Çünki sorğu araşdırma əsaslı təlim, ümumiyyətlə bu təlimlər çox önəmlidir və bundan da qəbula 100% düşəsidir. Çünki yeni proqrama əlavə olunanlar var. Mütləq onları diqqətlə oxumaq lazımdır. Sorğu və araşdırma əsaslı öyrənmə mütləq maraq cəlb edən suallar qoymaq istəyir. Əlaqə yaratmağı sevir. Köhnə əvvəlki biliklə indiki bilik arasında plus yönətməyi sevir. Təhqiqatı sevir, əlaqələnməni sevir, tədqiqata yönəldir, təcrübəni, praktikanı sevir. Yəni, fərqli fərziyyələr sözünü görəndə sorğu və araşdırma əsaslı təlimi götürün. Harda təbiətlə bağlı hər hansı bir misal gördünüzsə, sorğu araşdırma əsaslı təlimi götürün.
Deməli, A aid oldu 1-ə. Şagirdlərin əməkdaşlıq şəraitində işləməsini monitorinq eləyir. Əməkdaşlıq şəraitində varsa, bu layihə əsaslı öyrənmədir. Yəni, şagirdlərin dərs boyu vəzifələrini məsuliyyətli həyata keçirmələri monitorinq eləyib yoxlayır. Layihə əsaslıdır bu, layihə əsaslı öyrənmə. Şagirdlərin ilkin bilikləri ilə dərsin təlim nəticələri arasında əlaqə qurmasını təmin edib, şagirdləri tədqiqata yönəldir. Baxın, eləcə əlaqə olsaydı bu birbaşa təlim olardı. Amma əlaqə plus yönətmək varsa, bu sorğu və araşdırma əsaslı öyrənmədir. Yaddan çıxartmayın bunu. Şagirdlərdə yumşaq bacarığı inkişaf elətdirir. Yəni yumşaq bacarıq deyəndə çox adam deyir, nədir o? Ünsiyyət, münasibət, əməkdaşlıq, yəni nitqlə bağlı olan, danışmaqla bağlı olan bacarıqlar, sosial emosional öyrənməklə bağlı olan bacarıqlar yumşaq bacarıqlar hesab olunur. Yumşaq bacarıqlarda inkişafına zəmin yaradan problem əsaslı öyrənmədir. Çünki bir neçə real həyati problemi şagirdlərə təqdim edir, müxtəlif dilemmaların müzakirəsinə yönəldir, uşaqların onu şagirdlərdə təklif edilən konkret problemi həll eləməyə sövq eləyir. Ona görə problem əsaslı öyrənmə götürülür. Sualın təklif edilən konkret problemi həyata keçirirsə, bəli, bu da problem əsaslı öyrənmədir. Sualın cavabını təcrübə praktika əsasında müəyyən edir. Harada təcrübə praktika gördünüzsə, sorğu və araşdırma əsaslı öyrənmə götürün. Bütün tədris boyu müəllimin şagirdlərə dəstək olması lazımsa, bütün tədris boyu varsa, bu layihə əsaslı öyrənmədir. Layihə işi olsaydı 1:45 dəqiqə olardı. Şagirdlərə mövzu seçimində sərbəstlik vermək, bu mövzu seçimində sərbəstlik verirəmsə, şagirdlərin həll yolunu tapmasına sövq eləyirəm. Problem əsaslı öyrənmədir. Təlimin yekununda şagirdlərin araşdırdıqları məlumatlara əsasən məhsul hazırlayıb təqdim edir. Məhsul hazırlayıramsa, qurğu hazırlayıramsa, yəni yeni bir şey eləyirəm, nisbətən çətin məntiqli mövzular varsa, bu layihə əsaslı öyrənmə hesab olunur. O da A bəndi oldu. 1 ASF, 2 DYH, 3 də BGI. Cavab A bəndi oldu. Keçək 16-cı suala. Aşağıda verilən fikirlər hansı iş üsuluna aiddir? Araşdırmaları doğru istiqamətləndirir. İnformasiyanı qəbul etmə və ötürmə şərait yaradır, problem həll etməni reallaşdırır, müzakirələri genişləndirir, layihə əsaslı öyrənmə təlim modelində tətbiq olunur. Ümumiyyətlə, layihə əsasını görən kimi bir qızıl dairəni axtarın, bir də 4M1 KH axtarın. Bunu yadınızdan çıxartmayın. Qızıl dairə, bir də 4M1 KH, yəni Kipling metodu. Layihə bunlardadır. Qənaətləri əsaslandırmağa şərait yaradır, gəliri əsaslandırmağa imkan verir. Ümumiyyətlə, 4M1 KH, 4N nədir? N, nə, niyə, nə üçün, nə səbəbə, daha doğrusu, nə, niyə, nə üçün, nə vaxt, K hərfi kimdir, H da haradır. Yəni, suallar verirsən. Məsələn, deyirəm ki, hər hansı bir nədənsə danışırsansa, o nədir, onu vurğulursan. Məsələn, koronadan danışıram, deyirəm, korona nədir, nə üçün insanlar buna yoluxur, nə vaxtdan yayılmağa başlayıb, niyə bunun qarşısını ala bilmirdilər, kimlər ən çox ona yoluxurdu, harada daha çox yayılır. Yəni, bu sualı verirsən, layihə əsaslı öyrənmədir. Bir təlim boyu, bir, yəni, proses boyu, şagirdlər proses boyu davamlı şəkildə ondan yararlanırlar. Bir yarım il ərzində onun üzərində iş aparmaq mümkündür. Amma bura, yəni araşdırmaları doğru istiqamətləndirirsə, informasiyanı qəbul etməyə, ötürməyə şərait yaradırsa, problem həll etməni istiqamətləndirirsə, bu 4M1, yenə deyirəm, layihə əsaslı öyrənmə deyilsə, o zaman 4M1 KH-ı götürmək lazımdır. 16 deməli A bəndi oldu. Bəs digər variantlar niyə olmaz? Məsələn, B bəndi sağ qalma ssenariləri niyə olmaz? Çünki sağ qalma ssenariləri tənqidi təfəkkürü inkişaf elətdirir, uşaqlara problemli vəziyyətdə necə addım atacaqlarını öyrədir. Problemi həll etmə bacarığını formalaşdırır. Ona görə, yəni burada sağ qalma ssenarilərini götürmək düzgün yanaşma deyil. Bəs sonra nə gəlir? Məsələn, müzakirə xəritəsi. Müzakirə xəritəsi ona görə olmaz ki, işə başlayanda geniş spektrli sualla başlanılmalıdır. Deyilənlər üçün izah istənilməlidir. Yəni, şagirdə şəxsi konseptual anlayışını qurmağa, idealları əsaslandırmağa, müzakirəni stimullaşdırmağa imkan verən bir üsul olmalıdır. O da burada vurğulanmayıbdır. Ondan sonra
Məsələn, qərarar ağacı niyə olmaz? Çünki qərarar ağacında hər hansı bir ardıcıllıq olmalıdır. Həm də təklif olunan həll yolunun müsbət tərəflərinin mənfi tərəflərindən çox olması tələb olunmalıdır. Çətin vəziyyətdə qərar qəbul etmək bacarığı formalaşmalıdır. Müxtəlif situasiyalarda qərar qəbul etmək bacarığının ən səmərəli şəkildə yol seçilməsi vurğulanmalıdır. Problemin səmərəli həll yolunu müəyyənləşdirməyə xidmət edir. Və sinif küncləri niyə olmaz? Çünki həm şagirdlərə düşüncələrini sinif ilə bölüşmə imkanı verir, həm də onlara dərs zamanı hərəkət edə bilmə imkanı verən əyləncəli bir fəaliyyətdir. Burada da əyləncə ilə bağlı bir məqam yoxdur. Sinif künclərini görəndə həmişə əyləncə sözünü axtarın. Cavab A bəndi olmuş, oldu. Bir daha təkrarlayaq, Kipling metodu, yəni 4M1 KH niyə oldu? Çünki əgər tədqiqat layihələrində bir çox problemlərin həllində yaradıcı düşüncəni stimullaşdırmaq istəyiriksə, Kipling modelindən istifadə edirik. Layihələr hazırlayırıqsa, Kipling metodundan istifadə edirik. Yaradıcı düşüncəni aktivləşdirib yeni fikirlər formalaşdırıqsa, 4M1 KH, yəni Kipling modelindən istifadə olunur. Yeni həll yolları tapmaq istəyiriksə, dinləyib anlama, oxuyub anlama, problem həll etmə, hər hansı işə başlamazdan öncə hazırlıq və ya qərar vermə mərhələsində əhəmiyyətli olmanı istəyiriksə, 4M1 KH-dan istifadə edirik. Cavab olur A bəndi. 17-də uyğunluğu istəyir bizdən. Sinxron, asinxron birbaşa təlim modeli. İnterpretasiya eləmək birbaşa təlimə aid bir fikirdir. Çünki öyrəndiklərini anladığın dildə deyirsən. Yəni, başa düşdüyün şəkildə çatdırırsan. Birbaşa təlimdədir bu. Dərhal rəy bildirmək sinxrondadır. Çünki sinxron ani ötürülməni eyni zamanda anında dərsin geçişində olan bir vəziyyəti vurğulayır. İnformasiyanı uzun müddətli yaddaşa ötürən birbaşa təlimdir. Əvvəlcədən hazırlanmış video çarxlar asinxrondadır. Çünki asinxron əvvəlcədən hazırlanan şeyləri sevir. Metakognitiv bacarıqları inkişaf elətdirir. Onlayn platformanı sevir. Sonra şagirdlərin əvvəlki təlimdə qazandıqları bilik və bacarıqları stimullaşdırırsa birbaşadır. Amma stimullaşdırıb plus yönəldirsə, o zaman sorğu və araşdırma əsaslı öyrənmə olardı. Vaxtı seçməkdə sərbəst olmaq, istədiyim vaxt eləyirəmsə bu asinxrondur. Metakognitiv bacarığı inkişaf elətdirəmsə asinxrondur, çünki uşaq özü üzərində çalışır. Dərsdən sonra özü çalışır. Davamlı canlı əlaqə qururamsa bu sinxrondur. Fəaliyyət ünsiyyətin qurulması sinxrondur. Çünki sinxron dərhal rəy bildirməni sevir, müzakirəni operativ şəkildə təşkil edir, davamlı canlı əlaqə olsun, sürətli olsun, canlı dərslər olsun, canlı diskussiyalar olsun, təqdimat olsun, daha sürətli problem həll etmə olsun, sosial bacarıqların inkişafı təmin olunsun, fəal ünsiyyət qurulsun, sosial bacarıqların inkişafının təmin olunması daha çox şərait yaradılsın. Amma asinxron deyir ki, şagirdlərə uyğun vaxtda zamanda olsun. Əvvəlcədən hazırlanan video çarxdan istifadə edin, problem yoxdur deyir. Daha dərindən düşünmək üçün lazımı qədər vaxt verin uşaqlara deyir. Yəni bu tədris formasına uyğunlaşmaq ilk vaxtlar şagirdlər üçün çətinlik yaradır, amma sonradan öyrənirlər ona. Deməli, burada nə oldu? Deməli, A aid oldu, interpretasiya etmək aid oldu 3-ə, dərhal rəy bildirmək oldu sinxrona, yəni 1-ə, informasiyanı uzun müddətli yaddaşa ötürmək C aid oldu 3-ə, birbaşa təlimə. Əvvəlcədən hazırlanmış video çarxları oldu asinxrona, yəni 2-ə, D aid oldu 2-yə, şagirdlərin əvvəlki təlimdə qazandıqları bilik və bacarıqları stimullaşdırsa, birbaşa təlim aid oldu 3, Y 3-ə aid oldu, sonra vaxtı seçməkdə sərbəst olmaq asinxrondur, 2-yə aid oldu, metakognitiv bacarıqların inkişafı yenə 2-yə aiddir, davamlı canlı əlaqə sinxrondur, 1-ə aiddir, fəal ünsiyyəti qurmaqda sinxrondur, 1-ə aiddir. Cavab bizdən nə olmuş oldu? 17 oldu, Y bəndi. 1B, HI, 2D, FG, 3D, AC, Y. 18-ci suala baxırıq. Nitq hissələrinin cümlədə rolunu tam olaraq bilmədiyin üçün sintaktik təhlildə səhvlərə yol veribsən. Bu problemin üzərində birlikdə çalışmalıyıq. Verilmiş rəy haqqında qeyd edilən fikirlərdən yanlış olanları müəyyən edin. Baxın, rəy şagirdin çatışmazlığını qeyd etməklə şəxsiyyətə
yönəlikdir. Şəxsiyyətə yönəlik. Bu emosional rəydir. Axı burada müəllim onu eləcə danlamır, mənfisini deyir və istiqamət verir. Mən demişəm ki, konstruktiv rəy necə olur? Müəllim müsbəti vurğulur, istiqamət verir. Müəllim mənfini vurğulur, istiqamət verir. Və yaxud da müəllim mənfini göstərir, müsbəti də vurğulur, müsbəti göstərir, mənfini də vurğulur, sonra istiqamət verir. Yəni 3 versiya da ola bilər. İndi burada da mənfini vurğulayıb istiqamət verir ki, gəl birlikdə çalışıb mən sənə istiqamət verəcəm. Bir də deyir, rəy şagirdin çatışmazlığını qeyd edir, amma şəxsiyyətə yönəlik deyir. Şəxsiyyətə yönəlik onun şəxsinə olan tərifdə. Sən dağlarsan, sən çaylarsan, səndən yoxdur. Sən sinfin gözüsən. Belə demir axı orada. Bir ona görə yanlışdır. Rəy şagirdi qapalı düşüncəyə yönəldir. Xeyr, burada qapalıq bir məqam yoxdur. Müəllim əksinə ona deyir ki, gəl birlikdə çalışaq. Yəni onun özünə inamın formalaşdırmasında müəllimin rolu olacaqdır. 2 yanlışdır. Rəy keçmişə yönəlik deyil. 3 də yanlışdır. Cavabım olur 1 2 3 A bəndi. Çünki rəy gələcəyə yönəlikdir deyir. Baxın, bu problemin üzərində birlikdə çalışmalıyıq. Bəli, yəni gələcəkdə çalışmalıyıq. 4 doğrudur. Rəy şagirdi açıq düşüncəyə yönəldir. Doğrudur. Rəy təlim məqsədləri və fənnin məzmunu baxımından uğurludur. Bəli, müəllim, yəni şagird başa düşməsə də müəllim ona istiqamət verəcəyini vurğulayır ki, gəl birlikdə çalışaq. Yəni əks əlaqə formalaşır. Əməkdaşlıq formalaşırsa, orada da istiqamət olacaq deməkdir. Cavab bəndidir. 19-a baxırıq. Tədbirdə çıxış edən Rəşidə danışacağı məzmunu unutmamaq üçün tez-tez əlindəki vərəqdə qeyd edilən fikirlərə baxır. Rəşidədə emosional olaraq hansı mərhələdə problem var? Əlbəttə ki, qəbul etmədə. Çünki fokuslaya bilmir, diqqətinin fikrini ora cəmləyə bilmir, qəbul eləyə bilmir, yadında saxlaya bilmir, ona görə də tez-tez onlara baxır. Əgər hər hansı bir təqdim eləyə bilməsəydi, onda cavab vermə pozulardı. Ona görə bu qəbul etmədi. Dilbər tamamilə sökülü vəziyyətdə olan velosipedini yığaraq onu yenidən sürməyə yararlı hala gətirir. Yəni ayrı-ayrı formalar, yəni belə deyək, ayrı-ayrı hissələri birləşdirirəmsə, yeni bir şey yaradıramsa, o olur artikulyasiya. Məhsulu yeni vəziyyətə uyğunlaşdıra bilirəmsə, bu olur artikulyasiya. Bunu yadınızdan çıxartmayın. Cavab ona görə 19-da D bəndi olmuş, o olur. Deməli, birincidə qəbul etmədə problemimiz oldu. Çünki fikrini fokuslaya bilmir dedi, izləyə bilmir, informasiyanı qəbul eləyib, hazır şəkildə, hazır hala gələ bilmir. Fəaliyyətdə iştiraka həvəsli olsa belə onu formalaşdıra bilmir, diqqətini problemə yönəldə bilmir. Ona görə birinci oldu, qəbul etmə. Bəs artikulyasiya niyə olmadı? Çünki artikulyasiyada da burada artıq sən, daha doğrusu niyə cavab artikulyasiya oldu? Çünki sən artıq məhsulu yeni vəziyyətə uyğunlaşdıra bilirsən. Sən artıq öyrəndiklərini ardıcıl eləyə bilirsən, birləşdirə bilirsən. Nəyisə birləşdirirsənsə, bu olur artikulyasiya. Öz əl işini əlaqələndirirsənsə, olur artikulyasiya. Cavab olur D bəndi. Və nəhayət 20-ci suala baxırıq. 20-də deyir, qışda dondurma yeyən Süsən möhkəm xəstələnir. O düşünür ki, soyuq su içsəydim, yenə xəstələnərdim. Süsənin indi düşüncəsi ilə bağlı hansı fikir doğrudur? Deməli, nümunə plus çoxluq varsa, həddən artıq ümumiləşdirmə olur. Çünki sən, burada deyir ki, qışda dondurma yeyən Süsən, nümunə var burada. Möhkəm xəstələnir. Sonra o düşünür ki, soyuq su içsəydim, yenə xəstələnərdim. Görürsünüz, qaydaya getdi artıq. Yəni, artıq bir nümunədən, kiçik bir fikirdən, xüsusidən ümumi fikrə gedirsə, bu olur induktiv. Yəni, konkret əməl olmuş olur. Piaget nəzəriyyəsinə əsasən. Amma desəydi ki, soyuq su içsəydim, xəstələnərdim. Qışda dondurma yeyirəm, ona görə xəstələnirəm. Bax, yəni necə deyim, cümlə biraz qarışıq oldu. Yəni birinci soyuq su içsəydim, yenə xəstələnərdim. Bu ümumi fikir olsaydı, ardınca Süsənin özü. Yəni soyuq su içmək insanı xəstələndirir. Belə olsaydı, bu ümumi fikirdir. Və qışda da dondurma yeyən Süsən möhkəm xəstələnir. Bu da xüsusidir, bir adama aid. O zaman yəni deduktiv olardı, yəni formal əməl olardı. Amma burada bir nəfərdən danışır, nümunədir, Süsəndən danışır və o düşünür ki, soyuq su içsəydim, yenə xəstələnərdim. Yəni qaydaya gedir. Nümunədən qaydaya gedirsə, bu həddən artıq ümumiləşdirmə, yəni induktivdir. Həddən artıq ümumiləşdirmə, yəni deyir ki,
ümumiyyətlə nümunə plus çoxluq varsa, yəni nümunədən çoxluğa doğru gedirəmsə, həddən artıq ümumiləşdirmə olur. Yəni bir neçə nümunəyə aid olanı bütün qrupa aid eləmək həddən artıq ümumiləşdirmədə yer alır. Analoji mühakimə yürüdür deyir A-bəndi olmaz. Çünki analoji mühakimə eyni müstəvidə müqayisədir. Analogiya oxşar əlamətləri vurğulayır. Bir müstəvidə müqayisəni nəzərdə tutur. Məsələn, sinifdə 2 nəfər yaxşı cavab verdi. Müəllim birinə 5 yazır, birinə 4. 4 yazan deyir ki, müəllim mən də qəşəng danışdım. Mənə niyə 5 yazmadınız? Məsələsi bu eyni müstəvidə müqayisədir. Amma bu artıq ondan nə bilim qərəzli şəxsi qərəzlik kimi onu götürə bilmərik. Sən deduktiv mühakimə yürüdür desəydi, incə dediyim kimi qaydadan nümunəyə gəlsəydi, deduktiv olardı. Ardıcıl düşünmə bacarığı uyğunlaşır. Ardıcıl düşünmə o zaman olardı ki, yəni bir işi sən ardıcıl şəkildə icra edirsən, birini elədin, ardınca digərini gətirirsən. Ardarda düşünməni formalaşdırırsansa, hadisənin necə davam etməsini özündə əks elətdirirsənsə, mütləq bir şeydən sonra digərinin gəlməsini düşünürsənsə, bu ardıcıllıq olar. Və xüsusən boş adam xətasına yol verir. Burada boş adamla bağlı bir xəta burada vurğulanmayıbdır. Çünki boş adam xətasında deyir ki, əsas problemi kənara qoyub boş-boş danışıram, hadisələrə soyuq yanaşıram, deyilən əsas arqumenti kənara qoyuram, dediyin sözün mənasız olması burada vurğulanır. Boş adam xətası yəni tamam fərqlidir. Məsələn, deyirəm ki, 10 milyon əhalinin 1 milyon çoxu Bakıda yaşayır, o da deyir, Bakıda elə çox adam yaşamır ki. Yəni, bu boş adam xətasını vurğulayır. Bu qədər uğurlar xeyrini görəsiz.